Niyə ilk tövsiyəniz idmandır? Oğlan uşaqları üçün sualını cavablandırmış olsaq, oğlanlar duyğularını çox zaman bədənləri vasitəsilə ifadə edirlər. Onlar gərginliklərini, enerjisini, hətta kədərini belə hərəkətlə çıxardırlar. İdman təkcə fiziki fəaliyyət deyil, həmçinin emosional tənzimləmə və özünü idarə etmə məşqidir. Uşaq qaçarkən, top ilə oynayarkən, dırmaşarkən bədəndəki gərginliyi atır, beynin ön hissəsindəki diqqət və impulsa nəzarət edən sahəsi aktivləşmiş olur. Bu daha çox hiperaktiv, tez qıcıqlanan və aqressiv davranan uşaqlar üçün mühüm rol oynayır. Lakin idmanın dəyəri bununla bitmir. Uşaqların gələcəkdə kişilik modelinin formalaşmasının təməlini qoyur. İdman edərkən uşaq mübarizə aparmağı, qaydalara əməl etməyi, uduzmağı və yenidən ayağa qalxmağı öyrənmiş olur. Və bu təcrübələr onun daxili gücünü, məsuliyyət hissini və özünü dəyərləndirmə bacarıqlarını formalaşdırır. Yəni, hərəkətdə olarkən ağıl tənzimlənir, duyğular yerinə oturur. Və hər bir oğlan uşağı üçün hərəkətə fürsət verin. Çünki hər bir oyun, hər bir yarış, hər bir məşq onların gələcək kişilik rolunun ilk addımlarıdır.